22 aprel 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Pensiyalardakı artım açıqlanıb. Bu xəbərdən eləcə də bütün son dəqiqə xəbərlərindən məlumatlı olmaq üçün kanalımıza abunə olun deyirəm. Sağdakı üstəgəl işarəsini görürsünüzsə, onu vurun və kanalımıza abunə olmaqla ən son dəqiqə xəbərlərini öyrənin. Pensiyalardakı artım açıqlanıb. Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11%, yəni 187 milyon manat çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Baku Postaza məlumat verilib və bəlli olub ki, cari ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb. Yanvar-mart ayları ərzində 11.000 elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190.000 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib, dəyərli izləyicilər.